Ötən gün Azərbaycan Prezident Administrasiyasının sabiq rəhbəri akademik Ramiz Mehdiyev həbs edilib. Onun barəsində hüquq mühafizə orqanları tərəfindən cinayət işi açılıb. Məlumata görə Ramiz Mehdiyev bir sıra vəzifə səlahiyyətlərindən sui-istifadə, dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirməyə cəhdlə bağlı ittiham olunur. Hadisə ölkə ictimaiyyətində geniş rezonans doğurub. Bakı şəhəri Səba rayon məhkəməsi Mehdiyev Ramiz Ənvəroğlu barədə cinayət işi üzrə qərar qəbul edib. Qərara əsasən onun barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilib. Keçmiş millət vəkili Naftalan şəhər İcra Hakimiyyətinin sabiq başçısı Professor Musa Musayev Şərq TV-yə deyib ki, əgər aparılan araşdırmalar nəticəsində Ramiz Mehdiyevin ölkəsinə xəyanət etdiyi sübuta yetirilərsə, o ən ağır formada cəzalandırılmalıdır.